Bismillahirrahmanirrahim. Rabbi ənzilni munzələ mübarəkə və əntə xayrul munzilin. Keçən dəfə də bu ayə ilə başladıq. Söhbətimizin bərəkətli olmasına görə Allahdan, Allah bir şeyə bərəkət verəndə elə bütün həmin işlər hamısı bərəkətli olur da. Elə o cəhətdən istəyirik ki, söhbətimiz də bərəkətli olsun. O bərəkətin içində mənfəət də var, fayda da var, müəyyən müsbət təsirlər də var. Allah bərəkət eləsin söhbətimiz inşallah. Keçən dəfəki söhbətimizin içərisində, o səmimi söhbətin içərisində mən belə deyək də, məsələn, əvvəldən axıra qədər danışılanda mümkündür ki, hər danışıqlarda belədir. Bir dənə, bir cümlə, bir söz, bir kəlmə, elə bil ki, insanın ruhunun tələbatı var idi ona. Həmin o kəlmə və yaxud cümlə, elə bil o ruhdakı olan, daha doğrusu belə deyək, düşüncəmizdə olan, içimizdə olan boşluğu doldurur. Elə bir axtarırdıq o sözü. Ki, o söz də bizə bir şəfa oldu, bir dərman oldu, bir fayda oldu. Və deyərdim ki, elə çoxların, əksər insanların belə deyək, öz ehtiyaclarından xəbərsizdirlər, diqqətsizdirlər. Biz məsələn, ac olanda, susuz olanda qidadan, sudan istifadə edirik. Bu aclığımızı hiss edirik. Amma bəzən bizim həm mənəvi cəhətdən, həm deyərdim, duyğu, düşüncə cəhətdən, psixoloji cəhətdən o ehtiyaclarımız ki var. Məsələn, hər bir insanın diqqətəmi, qayğıyamı, məhəbbətə, belə deyək, ehtiyacı var da. Amma o ehtiyacı hiss edə bilmir. Bir çox insanlar belədir. Özümü misal çəkə bilərəm ki, o möhtac olduğumuz şeyləri hiss edə bilmirəm. Amma bəzən bir danışığın içərisində bir cümlə gəlir, görürsən, o boşluğu doldurur. Məsələn, keçən dəfəki danışığın içərisində bir cümlə var idi. Hür söz eşitmək istəyirdi. Bu cümlə, məsələn, mənim o zehnimdə qalan, belə deyək, qaranlıqda qalan bəzi düşüncələrin üzərinə elə bir ki, işıq açdı, işıq saldı, işıqlandırdı onları. O Quran-ı-Kərim də belədir. Məsələn, Quran-ı-Kərimi oxuyanda, Quran barəsində Allah Teala bir neçə yerdə buyurur ayədə ki, nurdur. Quran-ı-Kərimin özü barəsində Allah nur sözü işlədir. Niyə görə? Çünki o zülmətlər ki var, nur nədir? İşıq salır da zülmətə, qaranlığa. O düşüncələrimiz ki, qaranlıqda qalıb, onları Quran-ı-Kərim işıqlandırır. Açır onları, aydınlanır da insan üçün. Bu cümlə də elə bil ki, mənim üçün, mənim qaranlıq qalan düşüncələrimi bir növ işıq saldı, işıq gətirdi ki, insan söz eşitmək istəyir və bu ayə yadıma düşür. Mən bir neçə gün onu fikirləşmişəm, düşünmüşəm o barədə, o sözün barəsində. Hətta Quran-ı-Kərimdə ona toxunur ki, deməli, insan əslində elə söz eşitmək istəyir. Hür burada misal idi da. İnsan söz eşitmək istəyir. Hətta Quran-ı-Kərim söz eşitməyənlərin öz dilindən belə deyək, nəql edir. Ayədə belə buyurulur ki, qalu ləv kunna nəsmə'u əv nəqilu ma kunna fi əshabis səir. Bir daha ayəyə diqqət edin. Deyir, qiyamət günü insanlar özlərini məzəmmət edəcəklər ki, biz gəldik Allahın o cəza oduna düşdük. Nəyə görə? Səbəb nədir? Ləv kunna nəsmə'u, biz eşitmədik. Eşitmədik, əv nəqilu, bir də düşünmədik. Dinləməklə eşitməyin arasında fərq var. Dinləmək oturub dinləyirik, qulaq asırıq, saatlarla qulaq asarıq, yorularıq məsələn. Amma eşitmək budur ki, mən hansısa bir söz ki, o mənə dərmandır, onu eşitmək istəyirəm, onu almaq üçün dinləyirəm, qulaq asıram. Bəzən bir saat qulaq asıram, heç nə, ortalarda bir şey olmaz. Elə bu cəhətdən istəyərdim bu barədə bir qısa da olsa danışaq. Bu barədə məsələn söhbət aparaq, müzakirə edək ki, bir tərəfdən insan ehtiyacını anlamır. Necə məsələn valideynin vəzifəsi budur ki, uşağına
normal, təmiz qida yedizdirsin. Uşaq da təbii ki, ac olan vaxtı bunu verməlisən də. Aclığını hiss edəndə gəlir ki, ata-ana acımışam. Amma bəzi o, məsələn, qida məhsulları var ki, onlar təbii ki, insan orqanizminə ziyandır falan. İndi uşaq da istəyir, valideyn verir. O təbii ki, o təmiz qidanı istəməyinin, belə deyək, üstünü örtür. Ehtiyacından, aclığından xəbəri olmur. Bəlkə belə bir şey var ki, insanlar, o qədər danışanlar var ki, yəni lazımsız şeylər danışırlar. Və insan da o lazımsız məlumatlarla, xəbərlərlə, informasiyalarla, belə deyək, özünü doldurur. Hansı ki, lazımdır ki, o sözü eşitməlidir. Onu bəzən ola bilər ki, danışsın həmin şəxs. Amma mən, belə deyək, söz eşitmək iştaham yoxdur da. O qədər şeylərlə doydurmuşam özümü ki, məlumatlarla, informasiyalarla, ona görə daha eşitmirəm. Ehtiyacımı başa düşmürəm, söz eşitmə ehtiyacımı. Bu mümkündürmü, ola bilərmi ki, yəni danışanlar indiki zamanda, belə deyil, lazımsız şeylər danışırlar? Təbii ki, yəni, mümkündür, amma bu o insanları yenə də deyirəm, aşağılamaq istəməzdim. Zaten onlar onu bilərəkdən eləmirlər. Onlarda düz bildikləri ki var, düz bildikləri nəyə ki düz bilirlər ki, hansı ki danışığa çevirirlər onu. Yenə də o biz keçən dəfələrdə dediyimiz onun yenə də eşitməsi lazım olmayan şeyləri eşitməsi, lazım o ki olması, lazım olmayan yerdə daim olması səbəb olur ki, məsələn deyək ki, onun nəyinəsə əlaqələndirərək orada qalır da, o yerdə ki, orada o olmamalıdır. Məsələn deyək ki, keçən dəfə danışdığımız elə İslam tarixində bəs qədər misallar var ki, müəyyən insanlar yolunu azmasının səbəbi o yerdə, orada dayanmamalıydı, orada olmamalıydı ki, orada dayanır. O sözləri eşidir ki, o həqiqət bilir onu, o şuralçı onu həqiqət bilir, ona görə həqiqət bilir ki, çünki o ona yatqındır, çünki onun düşüncəsinə yatqındır, ona həmən ana görə ona komfort verir deyənə, rahatçılıq verir deyənə bir yüngül söz eşidir də. Bir var ağır söz, bir var yüngül söz də. Bu ki, siz deyirsiniz ki, boş söz. Yüngül söz də daim eşidən insan o qədər doldurur özünü ki, hətta o namaz qılsa da belə, namaz qılan da olsa belə, yəni əqidəsi namaz qılan da olsa belə, o insan eşitdiyi məlumatlar ki, yüngül məlumatlara əsasən ki, məsələn, müəyyən rituallar, ritual şəklində gətirib çıxardacaq daha doğrusu namazı, əyilib qalxmağı və səcdəsi də, yəni o ağır informasiyalı insanların fərqi burada odur ki, o düşüncə əsasında səcdə eləyəcək və o səcdədə çox qalacaq. Bu mənada çox ki, uzun müddət uzun yox, yəni düşünülmüş səcdədir. Yəni həqiqətini anlayaraq səcdə edir. Belə insanlar ağır insanlardır, onları küləyə aparmaz. Amma o yüngül düşüncəli insan təbii ki, o sanki qurban rolundadır. Yəni öz-özün qurbana çevirir. Çünki eşitdiyi məlumatlara əsasən namaz qılır, ünsiyyət qurur, yüngül görsənir. Məsələn, bezdirir onu deyək ki, danışıqlar, ünsiyyətlər, qulaq asmalar, namaz qılması, hansı bir peşə ilə işlə məşğul olması, soyudur onu oradan. Çünki beyin, şuur ancaq yüngül məlumatlar, yəni o məlumatlar ki, heç bəşərə, heç bir kəsin xeyri olmayan məlumatlardır ki, bu 60-70% təşkil edir ki, insanlar bunu eşitirlər və qəbul edirlər və şuur altında bunu düz bilir, balansa salır və bu cür təqdim edir və sonra da senzura şuura bu cür atır. Bu cürdə insan şuurlu şəkildə hərəkətdə olur və elə başa düşür ki, düz eləyir və düzdür və bu danışıq daha düzdür. Bu danışıq cəmaata daha yatqındır, amma cəmaat içində heç olmayıb. Yəni, insanlara nə yatqın olub, nə yatqın olmamağını bizlər üçün insanlar, başqa bir insanlar təyin edirlər ki, bizdən daha çox nə yatqındır. Yəni, onu biz üçün o insanlar təyin edirlər ki, onların bir çoxu siz deyən kimi, məsələn, öz düşüncəsinə, öz məlumatına, işte məktəbdə oxusa, təhsil alsa, hansısa bir ustad yanında da təhsil alsa, o hansısa bir qulağını yumacaq. Yəni, o maddi qulaqları ilə qulaq asacaq, amma eşitməyəcək. Yəni, eşidəcək o şeyləri ki, o yerini eşidəcək ki, o yer ona sərf edir. Çünki onun məlumat bazası o şeylərə yatqındır ki, onlar ancaq, onların titreşimi ancaq onu meyillərinə, yəni həvəsinə və meyillərinə və xoşuna aiddir.
eşitdir. Ona görə eşitməyəcək bu həqiqətə gələn bir şeylər ki, onlar eşitməyəcək. Aydın oldu bu tərəfi məsələnin. Bir dənə də bir elə keçən dəfəki mövzu barəsində bir sual var idi. Onun barəsində mən biraz özüm üçün düşünmüşəm. Amma sözlərdən eşitmişəm. İnsan məsələn boğazı ağrıyanda bir var bunun bu tərəfdən səbəbi budur ki, məsələn soyuq dəymə, soyuq su içib boğaz ağrır. Bəzən də məsələn soyuq su içməyib falan boğaz ağrısı var. Deyirsiniz, söz boğazında qalıb. Ona görə o bizdə el dilində də belə işlənir bu söz deyirlər ki, sözüm ağzımda qaldı. Belə. Düşünürəm bu barədə ki, yəni necə ola bilər ki, söz məcazdır da, yəni bu maddi bir şeydir. Bu gəlib boğazda necə ilişib qalıb oranı ağrıda bilər ki, o orqanı ağrıda bilər. Amma belə məntiqlə belə bir şey gəldi zehnimə ki, hamımızın başına gələn bir şeydir də bu. Söz, məsələn, insan sözünü deyə bilməyəndə deyir ki, məsələn, bir sirdir, ürəyində saxlayıb, deyir ki, bu sözü getdim, məsələn, dedim, biraz yüngülləşdim. Bu söz həyəcan gətirirdi, məsələn, yükləyir də insan özünü yükləyir. Əgər bu insanın ürəyinə təsir qoyursa söz içərdə, bu tərəfdən məntiqlə belə anlaşıldı ki, deməli boğazında da qalanda söz gəldi, boğaza qədər demədin, boğazda ağrı yaratdı. Öskürdəcək. Bu necə baş verir? Bu biraz istəyərdim belə bu barədə danışaq və davam edəyik. Çox vaxtlarda özünü sübut elədən bu xüsusiyyəti aktivləşir insanda. O mütləqdir o sözü deməlidir. Deyək ki, susqunluq ondan üstündür. Deyək ki, susqunluqla da söz çatdırmaq olar. Deyək ki, hardasa o boğazında qalması, bunun bir çox hallarda, demək olar ki, bütün hallarda sözü boğazında qalan insan sübut axtarır. Sanki yəni, deməliyəmiş kimi, yəni bu oyunda bir vəzifə mütləq deyilməlidir. Yəni ona görə qıcıq verir ona. Yəni qıcıq da ki, təbii ki, yəni fizioloji təsir qoyaraq haranı qıcıqlandıracaq? Səs tellərini. Səs telləri də nəyə səbəb olur? Öskürəyə səbəb olur. Və öskürəcək və yaxud da boğazı ağrıyacaq və yaxud da burun axacaq soyuq olub, buna qrip olub. Amma fəlsəfəsi var, çünki maksimum duyğusallıq yaşayır, maksimum yaşayırız da və danışmaq istəyir, sözünü, fikrini çatdırmaq istəyir. Burada özünü sübut eləmək var da, yəni burada bilə-bilə eləmir. Bu insan tam şural deyil bunun ki, təbii ki, şuuru heç kəs özünü sübut eləməyin fərqində deyil. Bu şualı sübut eləmədir ki, bu xəstəliklərə səbəb olur da. Çünki içi insan sözlə doludur, yəni bayaq dediyimiz mövzu var ki, sözlə doludur deyənə, sözləri ifadə eləmədikcə, sözlər olsun içəridə, yəni xeyirli bir, yəni məhfum deyil deyənə, xeyirsiz bir məhfuma çevrilir. Olur xəstəlik. Məsələn, deyək ki, sözlü deyir, eşitmirlər. Deyək, söz danışır, eşitmirlər və inciyib küsmə xüsusiyyəti aktivləşir. Hamıdan incimək, küsmə, amma bildirməsə də belə, qapalı da olsa inciyib və küsəcək. Bu adam mütləq şəkildə bunu başqa psixosomatika sferasında bilənlər də yəni, deyə bilərlər ki, ondan olsa bir onkoloji xəstəlik, deyək ki, hansı rak çöpü ilə aktivləşdirəcək. Və bunu əlaqələndirəcəklər fizioloji hansısa bir halı ilə ki, məsəl üçün, qorxudan oldu, nədən oldu, təbii ki, şuuraltı bir çox səhnələr səhnələşdirəcək, insan üçün vizuallaşdıracaq və şuurda ona atacaq şuurda və şuurlu şəkildə insan hərəkətdə olacaq, amma elə o elə biləcək. Yəni, biz çox vaxt elə biləcəklərlə yaşayırıq, yəni qəflətən, bilmədən, yəni belə fikirlər beynimizdə olur deyənə. Ömrümüz, yaşadığımız ömrün 65% xəstəliklə keçir. Yerdə qalan ömrümüzdə var ki, o da ki, başqalarına əsaslanır, başqalarına fokuslanır, başqalarına müşahidə edir. Əslində həsəd xarakterli keçir. Ona görə yəni, mövzudan yayındım biraz, amma demək istədim ki, öskürəyin və yaxud da ki, boğaz ağrısının səbəbi odur ki, o insanlarda varsa, yəni aram olsun, rahat olsun, heç kimə sübut heç nə eləməyə ehtiyac yoxdur. Söz demək varsa, vaxtı gələndə söz deməkdə olacaq. Əgər söz demək yoxdursa, susmaq varsa, susmaq da ki, biz onu həmişə eşitmişik, susmaq qızıldır.
susmaq, yəni razılaşma əsasında, yəni əminlik əsasında susmaq qızıldır. Bu müdrik adamlar işləridir, müdrik adamlar işidir. Bu da işi böyütmür ki, müdrik insan, yəni ki, əl çatmaz insan. Müdrik insan hamı, yəni hər kəs içində bir həqiqət formalaşdırıbsa, hər kəs düşüncəsində, təvəkkülündə, yəni fərqindədirsə, ümumiyyətlə danışa biləcəyi, danışa bilməyəcəyi və yaxud da ki, ola biləcəyi, ola bilməyəcəyi yer və yaxud hal barəsində elə o insanlar müdrikdir. Deməli, təyin edə bilir, deməli, qərarlaşdıra bilir, fikirləşə bilir və bu adam ömrünü səliqəli yaşayacaq. Mənim demək istədiyim odur ki, məsələn, bir çoxları xəstəliyi deyir ki, ilahi imtahandır. Quranda da biz eşitmişik Quran danışanlardan ki, ilahiyyatçılardan, hörmətli insanlardan, böyük şəxsiyyətlərdən ki, Quranda xəstəliklər barəsində ki, bəzilərini xəstəliyi ilə, bəziləri canı ilə, malı ilə imtahan edərik. Bunu insanlar bəziləri o yenə də böyük görsənmək üçün, öz xəstəliklərini və özlərini böyütmək üçün özlərinə aid edirlər. Bir növ təsəlli tapmaq. Təsəlli tapmaq. Amma bu xəstəliklər axı daimi və qalan xəstəlik deyil. Bu böyük insanlar üçün nəzərdə tutulmuş xəstəliklərdir və yaxud imtahanlardır. Bizim xəstəliklərimiz, biz bayaq danışdığımız mövzuya əsasəndir. Bu bizim əlimizdən başımıza gətirdiyimizdir. Deyək ki, məsələn, mənim pencə ilsiz çöldə dayanmağım yəni hələ ki mənə lazım deyil. Mən gəl pencə ilə dayanam da. Çünki mən hələ o formada beynim yəni formalaşdırmamışam ki, pencə ilsiz çöldə dayanam. Təbii mənə soyuq olacaq. Və mən onu soyuq dəymə verəcəm. Siz deyək ki, onurğam ağrıyacaq, başım ağrıyacaq, boğazım ağrıyacaq, qulağım ağrıyacaq. Hərəsində özünün öz fəlsəfəsi var ki, niyə görə ağrıyır və onu ümumiyyətlə niyə görə orada pencəsiz dayanmağa qərar vermişdir. Yəni bu baxımdan izahı buna qədər bilmirəm nə qədər izah edə bildimsə. Çox gözəl, elə yerində olan bir izahdır. Deməli, mənim buradan anladığım budur ki, hər sözə də aid deyil sözün boğazda qalması. Onsuz da danışırıq da, indi burada söhbət edirik. Amma bəzi şeylər var ki, məsələn, birinci misal dedik ki, insan özünü sübut eləmək istəyir. Sübut eləmək istəyir, gətirir, sözü demək istəyəndə sözü deyə bilmir, bir şərait yaranmır ki, desin, qalır boğazında və başlayır orada boğaz qəhərlənməyə də, belə deyək. Bəzən o, məsələn, bizdə İslam tarixində də var böyük şəxslərdən. Məsələn, misal çəkə bilərik Həzrət Əli əleyhissalamı. Hətta hekayələrdə də var, məsələn, buna da toxunulub. O insanın bəzən bir sirri var ki, o sir bir sözdür də, insanın içərisində qalıb, saxlayıb, o sirri onu narahat edir. Bütün vücudunu narahat edir də, belə deyək. Hətta xəstəliyə də sala bilər insanı. Bu, bəzən deyirlər, məsələn, məsləhət görürlər böyüklər, ağsaqqallar ki, bu sözü getdi, deyir, rahatlaş. Bəzən də olur, məsələn, rastımıza çıxır ki, getdim, sözü dedim, mən rahat oldum da, mənim üstümdən elə bir ki, yük götürüldü. Məsələn, Əli əleyhissalamın həyatından bəzi sirlər var idi ki, onun sirdaşları var idi, məsələn, Kumeyl kimi, onlar üçün danışardı, bəzi səhabələr üçün. Amma bəzi sirlər vardı ki, sözlər var idi ki, o sözlər, məsələn, nəinki Kumeyl, digərlərinə də, məsələn, tab gətirə bilməz həmin şəxslər, o sözün altından çıxa bilməzlər. Əleyhissalam gedib o sözünü, indi tarixdə belə yazırlar, dərdini quyuya danışırdı, quyulara danışırdı. Dərd deyəndə o sözlər idi də, dərd desəydi, onda belə çıxır ki, Əleyhissalamın dərdi var idi, Əleyhissalam qəm dərdi qəm dərdi içində idi. Bu biraz düz gəlmir, amma söz gəlişi deyilən bir sözdür də, yəni hamının anlayacağı bir şəkildə. Amma sirlər idi onlar, bir sözlər idi ki, o sözləri gedirdi quyuya. O hekayə var, bilməm kimindir, o Sədinin deyə Hafizindir. O İskəndərin vaxtında bir onun bərbəri var idi. Bərbər gəlir, bir gün bərbərini çağıranda, bərbər gəlir bunun saçını qırxanda, görür ki, bunun başında buynuz var. Bir hekayətdə yazılıb, belə bir hekayədir. Başında buynuz var. Bərbərə də söz verir ki, yəni, bir dənə sən bilirsən də, bunu mən həmişə papaq qoyuram başıma ki, bilməsinlər İskəndərin buynuzu var. Eşitməmiş olmaz bunu. O da gedir, ürəyi partlayır, axı deməlidir ki, məsələ da özünü yığışdıra bilmir, saxlaya bilmir, bilmir neynəsin. Gəlir bir dənə quyuya. Bir gölməçə olur, başlayır, baxır, görür, heç kəs yoxdur, danışır gölməçədə ki, İskəndərin buynuzu var. İskəndərin buynuzu var ki, mən rahat olum da, axır bunu kiməsə dedim.
Danışır onu, çıxır gedir. Çıxıb gedəndən sonra bir müddət keçir, həmin o gölməçənin içərisindən bir qamış çıxır, bir dənə yox, bir kolluq da çıxır. Yaxınlıqda da bir çoban olur. Bu çobanların da adətən belə nağıllardan belə gəlib çatır bizə ki, öz heyvanlarını, sürüsünü tütəklə idarə eləyərmiş. Tütək boş vaxtlarında tütək ifa eləyərmiş. Gəlir, baxır, görür ki, burada yaxşı qamışlar var, birini kəsir. Kəsir, oradan özü üçün bir dənə qamış düzəldir, tütək düzəldir daha doğrusu. Və tütəyi hər istəyir elə bir nəfəs verəndə görür ki, bunun istədiyi səs oradan çıxmır. Ancaq söz çıxır. Söz də budur ki, İskəndərin boynuzu var. İskəndərin boynuzu var. Nəsə belə-belə o sirr faş olur da yayılır aləmə. İndi burada istəyərdim qaydam, bu bir hekayədir təbii ki. Qaydam bu Əli əleyhissalamın sözünü quyuya danışmasına. Təbii ki, orada Əli əleyhissalamın dövründə elə bir şəxs yox idi ki, Əli əleyhissalam onun üçün danışsın bu sözü, həmin adam da o yükü götürə bilsin və yaya bilsin, daşıya bilsin. O dövrdə yox idi, amma mümkün deyil ki, o zamandan sonraki gələn əsrdə, ondan sonraki zamanlarda, indiki dövrdə elə bir şəxs olsun da, yəni mümkün deyil. Dünyada bəşəriyyət arasında mümkündür ki, bir nəfər də olsa var. Bəlkə burada belə bir şey var idi ki, düzdür, mənə ona bu barədə həm elə söz eşitmək istəyirəm, həm də axtarıram, özüm üçün axtarış edirəm ki, suyun özünün iki yaddaşı var, bunu dində deyir, bugünkü elmdə təsdiqləyir bunu. Bir çox şeylərin yaddaşı var ki, ən çox üstündə dayanılan şeylərdir ki, torpağın özüdür, suyun özüdür, insanın qanının özündə mayedən ibarətdir də qan özü də. Və bir nə daşın özüdür, ağacın özüdür, təbiətin falan. Bunların yaddaşı var ki, onlar müəyyən məlumatı müəyyən qədər, nə qədər vardılar, saxlaya bilirlər. Hətta ötürmə qabiliyyətləri də var, ötürürlər. Əli əleyhissalam bəlkə də burada öz o sözünü ki, insan ki, həmin vaxtı yox idi, onu daşıya biləcək insan, suya danışıb, o su vasitəsilə bəlkə ötürürdü, belə deyib, kainata, bəşəriyyətə ki, zamanı gələndə, yəni bu söz Əlinin qəlbində qalmasın, yayılsın. Çünki söz Allah tərəfindən vəhiy gəlibsə, bu tək Peyğəmbərin özü üçün deyildir ki, Peyğəmbərə bu ki, biz sənə Quranı nazil edik ki, insanlar üçün bəyan eləyəsən, çatdırasın. Yəni, bu bütün insanların haqqıdır, insanlara çatdırılmalı. Əli əleyhissalamın da əgər dəyərli bir, faydalı bir, mənfəətli bir söz qəlbində varsa, bugün baxırıyor ki, əhli yoxdur, bugün onu həmin vaxtda suya danışır ki, o su vasitəsi ilə gələcəkdə, məsələn, 1 il sonra, 5 il sonra, 1 əsr sonra, 10 əsr sonra insanlar o su, həmin o enerjiyi, belə deyək, o sözü çatdırsın insanlar. Mümkündürmü ki, belə olsun? Təbii ki, bu cür nədir? Siz deyən kimidir. Çünki Əleyhissalam təbii ki, dərdi, qəmi, yəni bu sferadakı qaçsın, qoyun ora desin, belə bir kişiyə, yəni bəşəriyyətdə, yəni onların üstündə belə bir kişi olmayacaq. Yəni belə bir kişinin bu qədər dərdi olsun və onu da bizlə ayıraq. O deyir, yəni təbii ki, o quyunu qazmaqda məqsəd birincisi xidmət idi. Ki, quyunun suyundan istifadə olunacaq. O bir quyu deyil, o yüzlərlə deyəm, quyular idi ki, hansı ki, Həzrət Əleyhissalam o məqsəd yönlü şəkildə qazmışdı. Yenə deyirəm, birincisi xidmət idi, ikincisi məlumat idi. Bu məlumat ki, siz deyən məlumat ki, informasiya ötürmək ki var idi. Onu nəinki gələcəyə ötürmək məsələsi ki var ki, məndən sonra kimsə dinləsin. Yox, həqiqətə dayanan elə ana məxsusdur. Çünki hər an bir elə an olaraq qalır. Və zaten Əleyhissalam kimi böyük kişilər üçün, böyük şəxsiyyətlər üçün keçmiş gələcək və an belə məhfum yoxdur. Yəni, hər nə varsa elə hindidir və özü də həqiqətdir. Və qoyduğu məlumat əslində onun titreşimi var. Bunu kvant biologları belə izah edirlər ki, bu titreşim dövriyyəyə təsir qoyur. Nəyə ki, insanlara. Məsələ budur ki, qalaktikanın idarə olunmasında insanın əli var. Yəni, o insan da ki, ancaq əli ola bilər. Əli kimi kişilər ola bilər. Yəni, o informasiyanı qoymaqla o stimul tapır. Dövriyyənin özünün də, yəni deyək ki, təbiət aləmi kimi başa düşdüyümüz, gördüyümüz bu planetin
bu planetlərin, galaktikanın özünün də sözə ehtiyacı var. Çünki onların da tərkib sözdür. Onlar da məlumatlılar. Və əysam quyuya dediyi söz, sudakı insanın damarı kimidir, suyun axını, yeraltı suların axını insanın damarı kimidir. Yəni insan necədirsə, insana oxşadıb yaradan dünyanı. Yəni yaranan planet ki var, bu dünya planeti ki var ki, biz ki yaşayırıq. Bu eynindən o cürlədir. Sanki damarlarına deyib. Bilirsiniz, biz qunu tuturuq, əlimizə deyirik nəsə ki, hansı bir ayə, bir dua, bir ayə deyirik. Zaten onu harasa demirik ki, yəni bunun titreşimi mənim özümə aiddir. Məsələ budur ki, Allah bizə şah damarına yaxındırsa, yəni heç ara əl qalxmır. Sadəcə bu belə olmalıdır. Niyə görə? Çünki burada qapılar var insanın əlində. Məlumatı daha tez, daha yatqın və daha sürətli insana çatdırır. İnsanın şuraltısına və metin DNK-ya yaza bilir o məlumatlar. Məsələn, bir insan barəsində dua eləmək, məsələ yaxın olmaq ehtiyac yoxdur. Elə məsəfi olaraq insan əlini birləşdirir bu şəkildə dua eləsə və yaxud da ki, heç dua bilmirsə, yaxşı bir pozitiv sözlərdən istifadə eləsə, kifayətdir ki, o birincisi özünə, öz dövriyyəsinə daxil olur. Sonra daxil olsa orada qalmır, axı baş titreşmə çevrilir. Titreşmə çevrilsə yenə də onun üçün, titreşim üçün daha doğrusu məsafə yoxdur. Ya santimetr, 1 metr, kilometr belə bir şey yoxdur. O titreşim işıq sürətindən də sürətlidir ki, heç onu hesablaya da bilmirlər ki, o hansı sürətdir. Bir dəfə dövrəyə bilir ki, insanın özünə qayıdır təzədən, yəni bu pozitiv. Ona görə də pozitiv dua eləmək və xüsusi məclislər ki, var, biri üçün dua eləmək ki, yığışıb məclislər dua edirlər. Ona görə o anda belə, yəni bütün biz bilən və bilməyən şəkildə, biz görməyən bir tərəflərə təsir qoyub yenə də həmən yeri qayıtmalı olur. Çünki biz hədislərdə də işləyirik ki, dua məclisləri olan yerlərə belə deyiblər, nəql ediblər ki, ora mələklər gələrlər. Yəni indi o tərəfi ki, şərri tərəfidir ki, onu söz biz eşitmişik ki, təkrar elədik. Bu tərəfi onun oldu ki, nuraniyyət insanın, həmən o nuraniyyət insanın düşüncəsi ilə bağlıdır. Yəni, insanın şuuru ilə bağlıdır, insanın fizioloji durumu ilə bağlıdır, onun mətn DNK-sı ilə bağlıdır. Yəni, bunlar hamısını əysam, o quyuya deməkdə, zaten oraya heç bir dərd qoyur, dərd və yaxud qəm, şikayət tipli belə bir şeylər qoymurdu. Oraya həqiqət qoyurdu. Çünki bir an olsun belə bu dövrəyə, yəni pozitiv insan bu dövrəyə olmasa, diyalar. Yəni hərəkət deyələ bilər, yəni hərəkət deyələ, bioloji, ümumiyyətlə sistem deyələ bilər. Sistem bir neçə nəfər insan, xaric insana tutularaq dövriyyədədir, hərəkətdədir. Yəni bir neçə nəfər pozitiv, möhtəşəm insanın beyni əsasında hərəkətdədir. Əgər insanı dünyadan götürsün, bu dünyadan götürsələr insanı, o yəni proses olaraq, yəni mən dini sferanı demirəm, yəni proses olaraq lazımsız, dəyərsizləşir. Çünki insanın xasiyyəti, xüsusiyyəti, halı, düşüncəsi, titreşimi, onda olan məlumatlar hərəkətə gətirir. Məsələn, iqlim dəyişikliyinə səbəb hardasa nəyəsə baş verməyi deyil. İqlim dəyişimə səbəb düşüncə tərzidir. Bir yerdə biz 1000 nəfər günahsız bir insanın ölümünə səbəb, başqa bir yerdə 20 nəfər insanın negativ düşüncə tərzidir. Onun titreşimidir. Hər zaman belədir, yoxsa? Bu hər zaman belə olub, belədir və belə olacaq. Aha, hətta əminliklə. Təbii, əminliklə, bəli. Ki, ona görə də insanlar fərqində olmalıdır, düşünməlidirlər. Çünki əgər insana olan məhəbbətdə doğrudan da iddialıdırlarsa, gəlir düşünsünlər, yəni hörmət, həmişə qisas var, həmişə deyək ki, təhqir var, həmişə bunu istədiyin vaxtı, istədiyin halda edirsən onsuz da. Amma buna rəğbən dayanmalısan, düşüncəvi dayandırmalısan, heç olmasa ki, yəni mənim sistem dağılır, deyil məsəl. Mənim öz ailə strukturum dağılır. Bura nə səbəbdir? Mənim düşüncəm səbəbdir.
belədir, mənim düşüncəmin titreşimidir. Buranı da dağılır, qonşular da dağılır. Məsəl üçün, sədəqə baxımından və yaxud da kömək baxımından 40 qonşudan xəbərdar olub yatmaq lazımdır. Belə bir demişsiniz də, səhv eləmirəmsə. 40 qonşudan xəbərdar ol. 40 qonşudan qapı-qapı düşməsən də belə, yəni o insan barəsində düşünmək belə, 40 siz düşünsünüz, 40-ını mən düşünsəm, məsəfi olaraq dünya xoşbəxt olur da, dünya planet, ümumiyyətlə dövriyyə xoşbəxtlik məlumatı ilə məlumatlanır. Orada iqlimdə heç bir dəyişiklik baş verməyəcək. Elə bir dəyişim ki, insana sanki təsir qoyur. İnsana təsir qoymur, insan ondan təsirlənir, xəbəri yoxdur. İnsanın içi təvazökardır. İnsanın həqiqəti, xəmiri həqiqətlə yox olub deyərək, o təvazökardır. O təsirlənir görülən şey, amma nəyə görə təsirləndiyini bilmir. O narahatçılığı onun iqlimdə, siz deyək ki, yeraltı baş verən təkanlar, zəlzələlər və yaxud da ki, hansısa bir təbii fəlakətlər, bunlar təbii fəlakət kimi görürsən, bu fəlakətin səbəbkarı var da, hikmət əsasında baş verir, heç neysə elə belə baş verir. Deməli, burada insan faktoru əsas önəmlidir ki, yəni bunu demək istədim ki, buna rəğbət insan susmağı bacarmalıdır. Bir var negativə deyən susmaq hikkəsindən, bir var ki, razılaşıb susmalıdır. Yəni bu razılaşma lazım deyil ki, hansı universitet oxusun, akademiya oxusun, bir elm əldə eləsin. O elə özü elmin özüdür. Özü dərk eləsə ki, başa düşsə ki, elm özüdür. Çünki başqa halı, yəni başqa cür hal ki var onda, o özü də elmdir. Hətta negativ hərəkətlər ki var ki, qeyri-adekvat görsən hərəkətlər var. Onlar da hesablanmış hərəkətlərdir. Onlar da elmə dayanır. Amma düzdür, səhvdi ilə işimiz yoxdur. İşim yoxdur daha doğrusu. Məsələ budur ki, belə insanlar əgər varsa, düşünürlərsə, belə bu cür haldadırlarsa, həmişə nəysə, hər şeyi müşahidə edə, pis müşahidə edirlərsə, diqqəti müşahidə edirlərsə, bu da gözəldir, qəşəng potensiallar var. Amma bilməlidirlər ki, bu zərərli düşüncədir. Özləri sağ qalacaqlar, dil yox, məsələn, sağ qalacaqlar, amma onun titreşimi aləmi şualandıracaq. Özdə elə bir şua ilə ki, həm təbiəti solduracaq, həm insanlığı solduracaq. Bu, yəni, əminliklə deyirəm ki, belədir. Deməli, burada nəyə görə soruşdum o söhbət əsnasında ki, yəni hər zaman belədir, deyirsiniz belədir. İqlimin dəyişməsi, insana əl olması. Bu hədislərimizdə kifayət qədər var. Məsələn, belə deyək, hədisdə birində gəlir ki, məzmun belədir. İnsanlar əgər bir-birlərinə kömək eləməsə, zəkat verməsələr, Allah yerin bərəkətini çəkər, məsələn. Bu kimi hədislər və yaxud suda və quruda baş verən təbii fəlakətlər, məzmunun deyirəm ayənin, sizin elədiyiniz çirkin əməllərində, pis əməllərin nəticəsidir. Quruda nələr baş verir təbii fəlakətlər? Bu iqlim dəyişikliyində, təbii ki, mən tam dəstəkləyirəm bu söhbəti. Amma burada bir dənə istəyərdim, bir səhv anlaşılmasın deyənə istəyərdim bir dənə söz deyəm ki, bu iqlim dəyişikliyi bəzən təbii fəlakət mənasında. Yəni bu mənada o da təbii ki, insanların hətta həyata keçirtməsələr belə, əməl eləməsələr belə, elə neqativ düşüncələrinin nəticəsidir. Bu da tam məlum. Amma o fəsillərin, qış fəslidir, məsələn, qar yağacaqsa, ya onun bu düşüncəyə aid deyil. Çünki bu qış fəslinin özünün xasiyyəti budur. Yayda, belə deyək də, qlobal isti olacaqsa, bəli, qlobal isti olması, daha artıq olması, bu da mümkündür ki, insanların əməl və yaxud neqativ düşüncələrinin təsiri olsun, nəticəsi olsun. Bu tam məlum öz yerində. Bir dənə də söz barəsində bizdə el dilində də formalaşıb bu. Danışan və qarşı tərəf dinləyən. Danışan danışır, sözlər deyir və qarşı tərəf də onu dinləyir. Ağızdır və qulaqdır. O kimin sözü idi? Böyüklərdən birinin sözü dedi ki, Allah Taala bizə bir ağız verib və iki qulaq verib. Nəyə görə? Az danışıb çox dinləmək üçün, çox dinləmək üçün daha doğrusu yox, çox eşitmək üçün. Çox eşitmək üçün. Yəni elə danışmaq nə qədər az olsa,
bir o qədər faydalı olar. O da Əleyhisselamın kəlamıdır ki, atalar sözünə çevrilib ki, susmaq, danışmaq gümüşdürsə, susmaq qızıldır. Hə. Bunlar hamısı öz yerində çox gözəl. Bir dənə danışan və dinləyən arasında belə dialoqda, belə deyək, bu danışır, o dinləyir, sonra o danışır, bu dinləyir. İnsanların iki nəfərin arasında düzgün, belə deyək, həm təsirli, həm bir-birini başa düşəcək, həm danışan sözünün təsirli olması, həm də dinləyənin eşitməsinə görə bu danışıq qaydasında, məsələn, düz oturmaq və yaxud düz dayanma bir, belə deyək də, qanunu mu deyim, ya necəsə deyim ki, tam anlaşılsın sözüm. Məsələn, oturmuşuq belə, mən sizə tərəf çönüb danışanda, məlum məsələdə, yəni sizi ilə danışıram. Bir də var ki, yüzümü çevirmişəm bu tərəf, amma sizi ilə danışıram. Bu, indi ədəb, etika qaydalarını qoyduq bir kənara. Amma sözün özünün də, məsələn, hansı tərəf edirəm, yönlənməsi var da, o barədə istəyərdim ki, yəni bu da şərtdirmi danışmaqda, hətta məsafə uzaq da ola bilər. Təbii ki, burada sükutu demirəm, düşüncə ilə danışmaq, o barədə danışarıq. Amma sırf elə danışmağın özündən deyirəm ki, söz deyirəm mən burada, məsələn, 1 kilometr kənarda bir nəfər dayanıb, dinləyicim o tərəfdədir. Amma mən buradan danışıram, mümkündür ki, o məni eşitsin 1 kilometr kənarda. Niyə görə? İstiqamət düzdür. Bunu istəyərdim biraz danışaq ki, o necə baş verir bu? Deməli, söz mütləqdir ki, istiqamət olaraq, deyək, söz danışırıbsa, əgər ədəb qanunlarındandır ki, dediyin adam kimə müraciət edəcəksən və yaxud da kimə söhbət edəcəksən, ona yönlü şəkildə danışırsan. Amma bu danışıq tək o demək deyil ki, onunla danışırsan. Danışırsansa, birincisi, sən onunla danışırsan, amma sən bir arxada böyük bir kütlənin sənə ötürdüyü məlumatlarla danışırsan deyənə, burada çoxluq var. Bu danışıqda çoxluq iştirak edir. Keçmiş zaman. Yəni, keçmiş zamandan. Yəni, bu öyrəndiklərimiz, öyrəndiyimi deməyizim, xatırladığımız şeylər ki var. Onları biz necə götürürük? Biz onları şuratdan keçmiş zamana deyilir da, oraya əsaslanır. Orada yaratdığımız məhfumlar var arxa fonda. Böyle bir sözlər danışmışıq, indi ona əsaslanmışıq, əminlik yaranıb bizdə və əmin danışırıq. Əminliklə də danışsaq belə, o əminliyi bizə ötürənlər var. Deməli, söhbətdə biz tək deyilik, iştirak edənlər çoxdur. Zaten həm sizin tərəfdən iştirak edirsiniz də arxa fonda, məndə də arxa fonda yəni söhbət. Belə götürəndə söhbət 2 nəfər edirsə, ümumi bəşərdir. O deyirlər, divarında qulağı var. Bəli. Yerində qulağı var. Belə ki, deyirlər. Yəni, təbiidir, o çatdırmaq istəyiblər. Zaten bu sözlər elə belə yaranmayıb. Bunları ola bilsin ki, biraz aşağılayıblar, biraz böyüdüblər. Amma söhbət arifcəsinə olub dünyada həmişə. Həmişə də olur, elə, mən inanıram ki, indi də elədir. Ona görə insan danışanda bilməlidir ki, tək deyil. 2 nəfərə danışsa belə, bilməlidir ki, çox böyük kütlə iləndir. Yəni, bu kütlə onu yaratdıqlarıdır. Onun düşüncələr əsasında yaranmış fon, o arxa fon dediyimiz əslində arxa fon deyil, ümumidir. Onun qabağı, dalı, arxası, sağı, solu belə bir şey yoxdur. Yəni, ümumidir. Məsələn üçün, bugün deyək ki, Peyğəmbər Əsəlamı səhv çıxartmaq istəyən insanlar və yaxud da ki, deyək ki, Quran barəsində səhv fikirlər söyləyən insanlar fərqində deyirlər ki, Peyğəmbərin elmi ilə Peyğəmbəri səhv çıxartmağa çalışırlar. Yəni, özlərində olmayan bir şeydən, bir elmdən, yəni, özlərində olmayan, özlərinə aid olmayan bir elmdən, elə bir ki, onun öz keçmişində qıcığı var. İstəyir ki, indi o qızığın intiqamı lazım. Kimdən alacaq o intiqamı? Siz deyir ki, həqiqətdən, hamının işi həqiqətlə də, haqla da. Mütləq gedəcək hara, həmən yaratdığı məfhumlarla, özünün ki, keçmişinə, özünə, həqiqətinə, öz həqiqət qurduğu həqiqətinə daha doğrusu qızığı var. Gedəcək keçmişə, götürəcək o məlumat ki, Peyğəmbərlər, yəni bütün elmlər olsun dünyada, bütün Peyğəmbərlər tərəfindən gəlib də, səmavi kitablar deyirlər buna. İnsanlar elmi oradan alıblar. Bu günlərimdə, bax, o söz olaraq onu deyim ki, səhv çıxartmaq istəyən insanlar birinci düşünməlidirlər ki, bu elmi haradan yiyələniblər. Amma bu elmi, məsələn, sual olaraq verirəm ki, o insan düşünsün və cavablansın, əgər belə bir insanlar varsa, cavablandırsın ki, mən bu elmi haradan almışam.
fizika kitabını oxumuşam, kimyada oxumuşam, fərqi yoxdur. Hansı universitetdə öyrənmişəm. Zaten bunun bilgisi var da bu elmin. Çox möhtəşəm. Elə bil belə deyil də, məsələn bəzi insanlar var ki, Allah inkar eləyirlər. İnkar sözlə də deyirdim məsələn, nəuzu billah deyir, Allah yoxdur. Verdiyi sözdən o sözü o verib sənə, həmin sözdən istifadə edirsən. Həmən elmdən istifadə edirsən. Sən də elmi də kimdən söylənmirsən, o kim də ola bilər zəncirvarı yenə gedib çıxır vəhiyyə. Lap keçsin, məsələn, deyək ki, bugün Einsteinlə danışırıq. Bütün bəşərin hörmət elədiyi bir şəxsiyyətdir də. Və onun kimi nə qədər insanlar adını çəkmək istəməzdim çəkəm, amma nə qədər insanlar var ki, çəkmək olur adları. Bunlar hamısı bu elmlərin mənbəyi var, o quyu var idi ya. Bəli. Əysalın quyudan götürüblər də. Quyu o mənadadır. Simvolik tərəfi də budur. İndi biz vaxtımız az olur deyə çox geniş izah edə bilirik. Məsələ budur ki, o oradan içib suyu. Bugün də sən həmən suyu içmisən, bursa səni məcbur ediblər hardasa uşaqlıqda nəsə iş görməyə. Bugün sənin məsələn 40-50 yaşın var. Bir elmlərin də var ki, bu məsələn zövq yaşamaq istəyirsən, çünki sən o uşaqlıqda yaşamamışdın. Mütləq nə etmək lazımdır? Alternativ bir yol fikirləşirsən, onun düşüncədə yox, sənin şuur altına aqressiyası var, özünü özünə başlayırsan təhqir eləməyə, tənqid eləməyə. Məsələn üçün deyək ki, hansısa bir elm adamını, hansısa bir böyük bir şəxsiyyətləri, böyük bir insanları təhqir edirsən, nə ilə təhqir edirsən? Həmən o elmdən ki, o elmi sən onlardan öyrənmirsən. Yəni onlar da ondan öyrənib, onlar da ona ya bu onlar gedir bir yerə bağlanır ki, bu olur ümumi bir nəfər. Və bu bir nəfərlə söhbət edən buna deyirlər, yəni ustadına ağ olmaq, yəni haqqı valideynin üzünə ağ olmaq, yəni buna deyirlər. Buna deyirlər məsələn ədəbsizlik, yəni bu cür. Təbii ki, istəməzdim bu sözü istifadə edeyim, amma yəni əgər kimdəsə varsa, mən demirəm var, amma varsa da düşünsün bu barədə ki, yəni hər nə danışsan, onun sözünü danışacaqsan. O Həzrət Əleyhisselamın bir kəlamı var, söz uçan quşa bənzəyir. Elə bir sözü danışdım, çevrildi oldu quş, getdi. Daha tuta bilməyəcəksən onu. Ona görə danışmazdan əvvəl, bax gör, düşünün əvvəl, yəni bu sözün yeridirmi, deyə bilərəmmi, yoxsa yox. Çünki daha söz ki, çıxdı, daha sənin deyil. Nə qədər ki, səndədir, o kəlam velət, nə qədər ki, söz səndədir, sən onun sahibisən. Elə ki, çıxdı, olursan sən onun qulu. Sözü ki, danışdığın daha getdi. Uçan quşa bənzirdi, uçdu, getdi. O, hər yerin də bir qulağı vardı, yerin qulağı var falan. O iki nəfər söhbət eləyirdilər, danışırdılar bir-birlə. Bir nəfərin arxasından qeybətini eləyirdilər, danışırdılar. Sən demə, bir nəfər də kolun kənarında gizlənib bunların söhbətinə qulaq asırmış. Amma bunların xəbəri yoxdur. Bu qeybət eləyənə dinləyən deyir ki, sən danışma da, falan kəsin danışma. Gedər qulağına çatar ki, şeyin yaxşıdır. Bu deyir ki, yox, burada bizdən başqa kim var ki, deyir ki, yerin də qulağı var, eşitməmsən. Deyir ki, o söz gəlişidir deyiblər. Nə yerin qulağı var? Hələ yenə də danışır, deyir ki, yerin qulağı var deyiblər, boş yerə deməzlər bu sözü. Bu da götürür yerdən qeybət eləyən daş, götürür balaca daşı, deyir ki, bunun qulağı var. Deyir ki, hə də, bu da elə-belə deməyiblər ki. Deyir ki, demək istəyirsə bu sözün əmrin sahibinə, getsin desin. Götürür, tullayır. O kolun qırağında oturan ki var idi, bunların söhbətinə qulaq asır, daş yumurlanır, gəlir dayanır bunun yanında. Bu da götürür, qoyur cibinə. Axıra qədər qulaq asır söhbətə. Bunlar gedəndən sonra kimin ki qeybətini eləyirdilər, gəlir onun üçün danışır ki, sənin arxonca belə danışdılar, filan sözləri dedilər. Və belə də bir məsələ oldu. Daşı da çıxardır, verir ona. Həmin şəxs də gəlir o qeybət eləyən yanına ki, sən mənim abırımı aparmısan, ola bilməz elə bir şey sənlə danışsan. Bütün nə danışıb, nöqtə bir gün nə qədər danışdı, yaxşı, bunu bildik, danışmışam. Bunlar sənə kim dedi? Bəs dostun sənə demedi ki, yerin qulağı var, çıxardır həmin daşı cibindən göstərir ona ki, bu daş gəldi mənə, xəbər verdi hamısını. Düzdür, bu şey də olsa da, doğrudan da həqiqətən də hər bir şeyin torpaqdır, daşdır, bunların yaddaşı var ki, məlumatı saxlayıb ötürürlər və quyu misalında danışdıq. O, bir dənə də məsələyə istəyərdim, elə belə sonuncu, elə sual kimi dediyim suala mən istəyərdim. Özüm dinə baxır, hər şey Quranda var da, likulli şeyin tibyan, Quran hər bir şey demir, var ha, deyir, hər bir şeyi izah eləyir. Vardan da o tərəfədir. Yəni, bir var deyir ki, Quran-ı Kərimdə hər bir şey var, onu demir, ondan artıq söz deyir. Yəni, Quran hər bir şeyi izah eləyən bir kitabdır.
Yəni ki, varlığı ilə işimiz yoxdur. Hətta gətir gəl, mən sonra izah edeyim ki, nədən söhbət gedir. Qurani-Kərimdə var. Sadəcə biz diqqətsizlikdə o şeylərə yanaşmamız, amma Qurani-Kərim toxunub buna. Məsələn, mən deyərdim ki, insanların o sual ki, soruşdum, istiqamət məsələsi, bizdə də misal var, deyilər ki, əyri oturaq, düz danışaq məsələsi. Yəni ki, sözümüz düz olsun, biz bir-birimizlə danışırıq. Çox gözəl izah verildi ona, danışdınız. Mən fikir vermişəm cümə xütbəsində. Cümə namazı, zöhr namazının əvəzinə ki, cümə günü qılınır. 2 rükətdir. 2 dənə də xütbə oxunur. Xütbə də bundan ibarətdir ki, 2 dənə olması buna görədir ki, elə bil zöhr namazının əvəzinə 2 rükətin əvəzinə o 2 rükəti həmin o 2 dənə xütbə əvəz eləyir də. İnsan ki, namazda başqa hərəkətlər icazəli deyildə danışsın, o həm-bir-yana çevrilsin falan. Hətta tövsiyə olunur ki, cümə xütbəsində xətib ki, üzü insanlara qarşı dayanıb və insanlar da elə bil ki, namazda oturduqları kimi oturub diqqətlə ona qulaq asmaları lazımdır, belə deyə. Hətta bəziləri vacib verirlər ki, bu şəkildə olsun. Ki, nə bilim, digərindən danışmasın, telefondan danışmasın, üzünü qiblədən çevirməsin. Elə bir ki, sən hal-hazırda namazdasan. 2 rükətdə namaz qılırsan, belə deyək, 3-cü, 4-cü rükəti. Bu cür olmalıdır. Bu cür olsa, həmin insanlara deyirlər, öz dilimizdə deyək, adlandırırıq cümənin əhli. Yəni, burada gedən hökmün hal-hazırdakı nədən söhbət gedir? Cümənin xütbəsi oxunur və bunun hamısına da deyirlər cümə namazı. Olur cümə namazının əhli. Amma bir nəfər orada məsələn söhbətə qulaq asmasın, o yana bir yana çevrilsin və yaxud yanındakı ilə danışsın. Bu, təbii ki, o xütbədən bir şey götürməyəcək. Çünki bunun məqsədi daha başqa bir şeydir. Yorulub, qulaq asmaq istəmir falan. Bu da cümə əhli ola bilməz. Mən bir dənə şeyə diqqət eləmişəm. Bizim o musiqinin növləri var da. Simfonik musiqi var. Simfoniya musiqisi ki, onun, bilməm, siz də fikir vermişsiniz ona, ki, bir neçə dənə musiqi alətidir bir tərəfdə əyləşib, bir neçə musiqi aləti, ifaçıları bir tərəfdə əyləşib. Haradasa bir, nə bilim, 20-30 nəfər musiqiçi də oturublar, bir nəfərdən maestro, arxası insanlara oturub, bu onları idarə edir. Bu musiqi də ki, adətən musiqi 5 dəqiqə, 6 dəqiqə belə gedərdi. Bu gedir 1 saat, saat yarım. Belə gedir. Hansısa bir əsərdə orada səsləndirirlər. Mən orada nəyə diqqət eləmişəm? Həmin o, belə deyək, musiqinin bu növünün, simfoniya növünün əhli var, öz əhli var. Çox yerlərdə, məsələn, əksər insanlar qulaq asmır buna. Mən məsəl üçün də bir şey anlamıram orada. Bəlkə də siz də anlamırsınız, məsələn, oturub qulaq asanda. Oturum, məsələn, simfoniya musiqisi gedir, 1 saat oturum diqqətlə belə qulaq asım. Məndə o şey yoxdur. Çünki onu anlamıram. Amma baxıb görürəm ki, onun əhli var. Gəliblər diqqətlə, hətta o tamaşaçıları kamera fırlanıb çəkəndə baxıb görürəm, belə diqqətlə belə qulaq asır ki, elə bir orada kimsə danışır. Buna lazım olan, eşitmək istədiyi bir şey var orada musiqinin içərisində. Bu diqqətlə ona qulaq asır. Və bundan da əlavə bir şeyə diqqət eləmişəm. Orada gəlib iştirak eləyən bu musiqidə, iştirak eləyənlər xüsusi rəsmi geyimdə olurlar. Məsələn, idman formasında olsun falan, başqa formalarda yox. Kostyumdur, ağ köynəkdə, hətta qalstukdan istifadə edirlər falan. Elə bir orada bir dənə həmin musiqinin iştirakçılarından əlavə dinləyicilərin də hamısı eyni bir aurada olur. Bir bütövlük olur burada, belə deyək. Onu mən oradan baxıb görmüşəm. Baxıb görmüşəm ki, əslində dində də bu şey var. Məsələn, misal çəkdiyim cümə xütbəsi ki, hamı üzü xətibə, xətibin də özü insanlara ki, diqqətlə qulaq asıb. Burada amma gəlib o aura pozulanda, görürsən, bir nəfər, 2 nəfər bu auranı pozanda, düzdür, o belə cümənin o aurası pozulmur. Amma həmin şəxs özünü oradan çıxardır, belə deyək. Amma qulaq asanlar, dinləyənlər, təbii ki, həmin o istiqamət ki var, xətib
özdə biraz hündür bir yerdə dayanıb və insanların hamısını görür. Orada onun sözü ta əvvəldə belə deyim, minbərin yanında oturandan ta axırdakinə qədər eyni şəkildə istər səs tonu ilə, istər sözün anlaşılması ilə hamı eyni şəkildə də başa düşür. Niyə görə? Çünki orada bir dənə nizam-intizam var. Necə bu simfoniya musiqisində var. Burada da bir dənə nizam-intizam var ki, o nizam-intizam danışıq, ədəb qaydalarına, qanunlarına riayət eləyəndə həm sözün təsiri olur, həm sözün dəyəri olur, həm sözün mənfəəti olur, həm də sözün mənası anlaşılır. Ki, o cəhətdən mən istədim deyəm və zehnimə də bu gəldi ki, hətta bizim dinimiz buna da önəm verir. Bu toplum bu istəyir hansı sferada olur olsun. Çünki toplum bu təbii ki, orada bir neçə nəfər insanın sağa sola baxması, məsələn o simfoniya keçirdiniz ki, orada insanlar oturub qulaq asırlar, müşahidə edirlər. Orada görürsünüz bir nəfər durub gedəndə, məsələn bir neçə nəfər adamı narahat eləyir. Bunun rahatsızlığı təbii ki, davamiyyətli olur. Və cümə namazı olsun və yaxud da ki, din toplumlar olsun ki, orada nizam-intizam mütləq şəkildə lazımdır. Çünki orada bir bədən formalaşır, bir insan. Sən də o hüceyrəni bilirsən. Və bu hüceyrə biri çatışmayanda, ikisi çatışmayanda buna tamam olur. Yəni, bu insan, bu kamil insan ki, yaradılır həmin vaxtdır. İnsan formalaşır, insana oxşayan bir şey formalaşırsa, kamil bir şey formalaşacaq. Mütləqdir ki, əgər varsa, oturmuşsansa, qulaq asırsansa, nizam-intizamda olmalıdır. O cərgə ki, deyirsiniz, o cərgə diqqət elərsiniz, özü İslamda bu var ki, İslamın deməli, cümə xütbəsi olsun, ümumiyyətlə xütbə olsun, istəyir, hansısa bir məclis olsun, orada oturuş qaydasına diqqət eləmə, təbii ki, qarşı tərəfdə nəzərə almalıdır ki, danışan xətibdəki saatı, dəqiqəsini ki, insan nə qədər o qədər otura bilər ki, o nizam-intizam təşəhhüd vəziyyəti ki, var, oturuş o cür olmalıdır. Onu diqqətlə belə qıraqdan baxanda hüceyrələrin oturuşuna oxşuyur. Bizim danışdığımızda, deyəmisi danışır, xətib danışır və biz də alırıq da, o məlumatı götürürük, formalaşır, eyniləşmə gedir, olur bir insan. Oradakı da özündən gəyi danışmasın, onu nəfsin qatmasın deyə ki, o xətib. O da həqiqətə deyən bir şey danışacaq ki, doğrudan da o xütbənin o gün üçün, o cümə üçün, yoxdur, hər bir gün üçün, hansısa bir toplum üçün çox böyük bir faydası olacaq. Çünki ümumiləşmiş bir, yəni həqiqətə deyən bir fikrə əsasən bir məfhum formalaşır, onun adı olur insan. Amma gözlə, maddi gözlə görsənmir o insan. Və olur, hopur hamının özünə, bayaq dediyimiz məsələ kimi. Harcı söhbət edəndə, onlar səndən bir yerdə olurlar. Özünü təşkis eləmə. Baxımdan bu qədər. Bəli. Hələ bu üçüncü söhbətimiz əvvəldən başlayanda sonu da elə gəldi, bu cürlə tamamlandı. Deməli, söhbətin ortalarında 40 qonşu məsələsi. Sonra gəlib elə sonda insanların nizam-intizamla, məsələn, cümə xütbəsində oturub dinləməsi, bu 40 qonşu məsələsi, onları düşünmək, onları həmişə nəzərdə saxlamaq ki, yardım olunsun falan da bu cəhətdən bir birlikdir də. Bu cümənin özünün də bir yerdə olması qəşəngdir ki, bir dənə bədəndir də, bir bədəndir. Allah rəhmət eləsin, əgər səhv etmirəmsə, Sədinəndir. Deyir, Adəm oğlu üzvüdür bir bəşərin, üzərində dayanmış bir peykərin. Bir üzvə dərd gətirərsə rozigar, o biri üzvlər də tutmaz qərar. Qəlbində dost ağrısına yoxsa qəm, layiq deyil adın deyilə Adəm. Əgər qəlbində dost ağrısına, insan ağrısına, adısına, bir səndə narahatçılığı yoxdursa, daha da sən onlardan bir dörsən, sən özü oradan ayırmısan. Hələ söz barəsində danışdıq, çox gözəl elə tamamlanır ki, o cümədən nizam-intizam olarsa, hamı üzü xətibə dayanıb olarsa, bu özü bir dənə bədəndir və orada deyilən dəyərli, hikmətli bir hədismi, ayəmi, bir sözmü, bir nəfərə yox, hamıya, bütün bədənə elə eyni şəkildə, bərabər şəkildə də paylanır. Bu olur bir dənə bütövlük, özü bütöv olan insanın da sözü bütöv olar. Allah razı olsun. Təşəkkür edirəm. Sizə də təşəkkür edirəm. Allah xeyirli, bərəkətli eləsin inşallah.